Şəhid atasının evinin düşdüyü durum. Dəfələrlə şəhər salma və icra hakimiyyətinə müraciətləri cavabsız qalıb. Gördüyünüz kimi evin çöl partlama sahəsinə yaxın olan hissələrdir bu. Partlayıb. Heç bir təmir aparılmayıb. Bunu icra hakimiyyətinə bildirmişsiniz də, bunu gəlib baxıblar bura. Bəli. Vasif müəllim deyir ki, yəni yaxşı olacaq. Kim deyir? Bəli. Vasif müəllim deyir ki, yəni 2 il. Siz özünüz qazisiniz. Özə sənədlərimə də Ad familiyanızı təqdim edin. Bisi bu vuruş günü soğuğu. Ağsaqqal da şəhid atasıdır. Mən bunların Qızınız da şəhid olubdur. bunun ikisi mənim Atamla birinci qrup Qarabağ. Bu vəziyyətlə bağlı şəhər salmaya və icra hakimiyyətinə müraciət eləmisiniz, sizə heç bir cavab verilmir. Vasif Vasif müəllim deyir, deyir hamısı ki, gəlib baxırlar, kənd. Vasif şəhər salma Bəli, şəhərdə. komitədən telefonumuzu blokatı deyir şəhid ailəsi. Birinci qrup Qarabağ əlinin oğluyam. Yəni telefonumuzu açmır yəni. hal-hazırda da gördüyünüz kimi vətəndaşın da telefonundan yığırıq, artıq telefonu açmır. Yəni məsələnin nə yeri? Özün nömrəni də yaxşı tanıyır. Özün nömrəni də yaxşı Şəhid tanıyır. ailəsini tanımadım deyir, amma şəhid Amma mən atası qaziyəm, telefonunda. mən 92-ci ilin qazisiyəm, amma mənim telefonumu açmır. Deyir ki, yəni bu qədərdir, yəni gəlin düzəldin. Biz sən işte simentamızı ortaya çıxarın. Deyirsən simentan yoxdur. Simentan olmayacaq sənin. Yəni onu Amma ilkin partlama vaxtı gəlib baxış keçirdiblər də. yerimiz zaten dəyişib. Ancaq Simeta layihə tutulub, amma Simeta layihə sizə təqdim olunmur. Senden xahiş edirəm. Burada qapı yeri qoymayıblar. İçərdən olur. Çıx bunun üstünə. baxın, vurduqları bu. Var mı? Tökülə gedir. Ha, kraska vurublar, üstündən çıxıyor. Kraskın əmrinə gedir. Çıx bunun üstünə gəl. Vasif müəllim yəni dedi ki, yəni üstünə kəmər atılsın. Turan müəllim yəni dedi kəmər atılmasın. Üstünə Kəmər lazımdır, kəmər vaxt aparacaqdı. Dağıldığı halda kəmər atılmadan şveri vurub, dam örtüyünü vurub çıxıb Çıxıldı. gedir. Çıxıldı, taxtası da qaldı yerində. Taxtanın üstünə bir-birinə mismarladılar, yəni mismarla sonra Yedi yəni taxta vurmuş, açıq baxır. vurulan yəni qonşulara şikayət, vurulan işlərə baxıb bizə şikayət var. Bu qarşıdakı dağılan evlərin şveridir. Vurulub bu cür. Sizdə vurulan isə budur. Bunlar isə budur, nazik. Evdə çaxtı gedir. Bunlar niyə belə əyri zad vurublar? Yəni vuruq Kəmər atmadan vurublar. Heç bir şey. Taxtası da yəni öz yerində qalıb, kəmər atmadan vurulubdur. Bax. Ev qəzalı vəziyyətdə. Ev qəzalı vəziyyətdədir və heç kimdə yiyə durmur da bu Vasif problem. müəllim deyir ki, yəni baxırıq, hala pul yoxdur. Üstündən sadəcə kraskalayıblar ki, görsənməsin də. Kraskada Gördüyünüz kimi çat verib də bina. Kraskaya bir baxarsınız yəni. Gördüyünüz kimi təməlinə qədər bina çat verib bu. Partlayış nəticəsində 2020-ci ildə 17 oktyabrda baş verən ermənilərin təcavüzündən ev bu qəzalı hala düşür. Nə şəhər icra hakimiyyəti, nə də şəhər salma məsələ ilə bağlı münasibət bildirmir. Budur kraska. Evi 2 rəngdə kraskalayıblar. Bura sizə nə qədər xərc yazmışdılar smeta olaraq? Bizə simenta yazmışdılar, yəni Demədilər onu. demirlər, yəni simentanı görsətmirlər. Yəni simenta çox yazılıb, sökülmə yazılıb simentada. Evin sökülüb yenidən qurulması Bəli, yazılıb. Sökülüb qurulma yazılıb, amma görsətmirlər. Bizə heç deyirlər ki, təmin olunacaqsın ev. Neçə ildə yəni təmin olunmur, atam. Sizə hər hansı bir sənədlərə qol çəkdiriblər? heç bir sənədə qol çəkdirmirlər. Bizə 1000 manat qorxu pulu veriblər. Mincə bu. 1000 manat qorxu pulu veriblər. Buyurun gəlin çağır baxın. 4 dənə altipanı nədən yana 4 veriblər? manat açıqlama verib ki, yəni açıqlama burası, sonra gəldi açıqlama aparmadılar. Bura açıqlama vururlar bizə. Əgər su buradan belənsə axıb gəlirsə, bu vəziyyətdə yerə necə alçıpan vurursunuz? Alçıpan da suya həssas materialdır. Buyurun bax. Ölçək qapıya baxın. Buranın əvvəlki qapısı hardadır bəs? Ağacın qapısı oradadır. Baxın, vurduqları düzəltdiyi yerə baxın. Ayna qoyublar, aynanın böyrünə baxın. Ayna bir tərəfə əyri, bir tərəfə əyri. Bunlar təzə materialdır gətirib qoyulur, yoxsa işlənmiş materiallar? Bilinmir, elə gətirilər, dedilər ki, bu aynalar sizində bura qoyulacaq. Biz dedik ki, yəni bu təzədir. Dedilər ki, təzədir, sizə təzə verilir. Burada bu şeyə baxın. Əyri-əyri dax bunlar hamısı. Bəli, baxın da buyurun. Necə təzə materialdır bunlar? Vurduqları, yəni buna baxın. Zabor bir
qaydada olar, yəni zaborun yerindən gələn hissəsinə baxın. Bunu kimə işlədiblər bu? Heç bilmirəm, Çoban heç gətiriblər, bilmirəm, yoxsa usta gətiriblər bura? Ancaq deyirlər ki, simento yoxdur, simento olmayacaqdır. Yəni simento Smeta layihə yoxdur deyib, məsələdən yayınırlar. Vasif müəllim bəlkə də yazdırıb söküntüyə bu evi. Vasif müəllim, Tural müəllim. Yazıb söküntüyə bəlkə də. Yəni simentanı gözlətmir ki, yəni simento yeyilsin, yəni arada getsin. Yəni dövlət ayırdığı pulu bizə vermir. İddianız bundan ibarətdir ki, buranı söküntüyə yazıblar, pulunu kimlərsə yeyib və sizə də beləcə gözdən pərdə asmaq üçün Bəli, bəli. yüngülvari kosmetik işlər Bu görüblər. ev yəni yararsız vəziyyətdədirsə, düzdür? Yəni bu evin sən üstünü açırdınsa, yəni şifre sökürdünsə, yəni bunun taxtası sökülməlidir. Taxtalar da qırılmışdı. Taxtalar da köhnədən qalan Bəli, bəli, taxta. sonra qalan Qırıq-qırıq taxtaların üstünə Bəli, şver vurublar. Bəli, vurursan sən bunu sökürdünsə, yəni orada var da, yəni bu sökülürsə, yəni bunsa kəran atılmalıdır. Vasif müəllim Bakıda oturur, Vasif müəllim. Vasif müəllim dedi ki, ora kəran atılsın, yəni şifrələr düzəlsin qaydasına. Tural müəllim gəldi, nə kəran atıldı, dedi kəran vaxt çəkəcək, nə gözləyirsiniz? Qalacınız belə vəziyyətdə. Yanından gəldilər 3 dənə taxta gətirdilər, uzun taxta. Taxtanı yamadılar bir-birinə, yəni mismarladılar, sonra da şifrə vurdular üstünə. Bax, bir də taxtalar. Buradan da gördüyümüz kimi, baxın. bəli, Biri taxtadır, biri köhnə, bir təzə. söküntü taxtalarından istifadə edərək şfer vurulub. Başıma çəkilib bax. Gördüyünüz kimi atmanın qoyulduğu yerdə artıq uçur. Yəni qırıntı daşlar deyə bunları, yəni orada kubik də qoymayıblar. Qıraq bir qonşulara, yəni taxta vurulur, yəni bizə lambirinin vurulur. Çünki bizim pulumuz yoxdur, yəni biz pul ödəyənmirik bir 20-30 min ki, yəni bizim evə yəni şey təşkil olunsun, yəni taxta vurulsun, bir də təmiz vurulsun. Difara yəni Qonşuların evinə ödəniş olunub, sonra vurulub bunlar. 20 min, 30 min ödəniş olunur, deyək ki, sonra yəni pulunu yazıb, pulunu verir. İki rəng olur, sarı qırmızı olur, üstten vurulmuş olur, sökülür. Yəni baxa bilərsiniz. Baxa bilərsiniz. Bir üzrə taxta vurulur, yəni bir dənə biraz koyarsan kimi, yəni o olsasın. Kimi Vüqar bəylə əlaqə saxladıq. Vüqar bəy ümumiyyətcə şəhid ailəsini tanımadığını bildirir.